Bir vaxtlar ölkə mediasında əsas mövzu olan dəhşətli cinayət. Birinci baltamına da elədi. O, sevgilisi ilə birgə öz ərini öldürməkdə ittiham olunub. Bilirdim ki, bunu öldürəcək bu gecə. Bu amansız qətlə görə onlar ağır cəzaya məhkum olunub. 18 ilına veriblər, 17 ildə mən. O, indi öz valideynlərinə üz tutub bağışlanmasını istəyir. Buradan onlara səslənirəm ki, bağışlayın məni. Üzr istəyirəm. 17 il azadlıq arzusu ilə yaşamağa məcbur olan Arzu Musayevanın həbsxana hekayəsi. Rezonansın bugünkü anti-qəhrəmanı olan Musayeva Arzu Güləhmət qızıdır. Onun iştirakçısı olduğu dəhşətli cinayət bir vaxtlar ölkədə müzakirə olunan əsas mövzulardan biri olmuşdu. Gəlin bu məhkum qadınla yaxından tanış olaq. Musayeva Arzu, Güləhmət qızı, 86 təvəllüdəm, mayın 19-u anadan olmuşam. Özüm Göyçayın kəndindən, Sərəkə kəndində yaşayırdım. 4 evladım var, 3 oğlum var, 1 qızım. Böyük oğlumun 14 yaşı var, ikinci oğlumun 12, qızımın 8, ən körpəmin 2 yaşı var. Arzu Musayeva zəhmətkeş ailəsində dünyaya gəlib. Gənc yaşlarında öz istəyi ilə həm kəndlisinə qoşulub qaçıb və ailə qurub. Dediyinə görə ilk vaxtlar hər şey qaydasında olub. Özüm öz istəyinlə qoşulub qaçmışam. Yəni mamagil verməyibdi. Yəni razı deyillərdi də, deyirlər ki, olmaz. Amma özüm öz istəyimlə qoşuldum, qaçdım. Bir ara 7-8 il mehriban ailə olmuşuq. Ondan sonra da tamam o da başqa cür oldu, başqa insan oldu. Dözə bilmədim çox hərəkətlərinə. Mən istəməzdim ki, gəlsin bu yerə çıxsın, evladlarımdan ayrı düşüm. Arzu Musayeva iddia eləyir ki, çox çətin günlər yaşayıb. Bir sözlə ailə həyatı xoşa gələn və rəvan olmayıb. Ərinin içkiyə qurşanması da ailəyə əlavə problemlər gətirib. Mən paniklərdə işləmişəm, həyat bacada işləmişəm. Yəni özüm öz əməyimlə, mamagil köməklik eləyib. Ən çox dəstəyim mamagildən olub. Onlar olmasaydı bəlkə də mən nə bilim çox zülm çəkərdim. Onların dəstəyi ilə mən. Bir müddətə kimi. Bir müddətdən sonra hər şey boşa çıxdı, hər şey. Bilirsiniz, necə deyim sizə, biraz narahat içən idi, pulunu çatdırmaq olmurdu. Elə həmişə deyirdi, arzu pul ver, arzu pul ver. Mən də neyinirdim ki, ancaq həyat bacada işləyirdim, əkirdim, becərirdim. Yəni 4 evladımı güclə saxlayırdım, içirdi, gəlir döyülürdüm. İndi də keçək baş vermiş dəhşətli hadisənin təfərrüatına. Nə qədər ağır olsa da cinayətin ən xırda detallarına kimi öyrənməyə çalışdıq ki, hadisənin baş vermə səbəblərini öyrənə bilək. O, həmin gün baş vermiş hadisənin əvvəlindən axırına kimi yerli, yataqlı danışmadı. Ya müəyyən həqiqətləri gizlətməyə çalışırdı, ya da sadəcə həmin dəhşəti yenidən yaşamaq istəmirdi. Dediyinə görə həmin gün qızının ad günü imiş. Arzunun azadlığını, ərinin isə həyatını itirəcəyi cinayət hadisəsi də elə həmin gün baş vermişdi. Qızımın ad günü idi. Bununla bir güncəli dostu vardı, gəlib gedirdi bizə. Yəni elə bir münasibət də, yəni gəlib gediş münasibətimiz də var idi, gəlib gedən idi. Oturmuşduq da gördük, dar axşam çağı idi, qapımız döyüldü. Çıxdı, çağırdı bizi, uşaqlar dedi ki, qonağımız gəlib. Qonaq gəlib deyiləndə atası qalxdı,
Dedi ki, hə, gəl evdəyəm. Qonaq üçün, dedi, evdəyəm. Gəldilər, oturdu, gəlib gedən insan idi. Yeməyin, içməyin, hər bir şeyini də alıb gətirmişdi da, yəni. O yeyib içəndən sonra o haqq hesab baş verdi, yəni o öldürüldü. Söhbət zamanı aydın oldu ki, hələ ailə qurmamışdan əvvəl onun Seymurla sevgi münasibətləri də olub. Onlar həm də qohum imiş. Ən birinci Siftədən düzdür, qardaşım gildən qohumdur, qardaşım gildən gəlib gedirdi. Xala tərəfindən qohum idi, xala oğlu kimi gedirdi də, yəni bizim ailədə. Yəni ata tərəfin qohumu idi, xala oğlu kimi gedib gəlirdi. Düzdür, bir-birimizi istəmişik. Sonra verilməyib, ayrılmışıq da, yəni bir-birimizdən. Gəldi, gördü, yoldaşım zülüm verir, zillət verir. Məhkum qadın bəzi mətləblərə aydınlıq gətirmək istəmədi. Biz də israr eləmədik. Çünki məhkumun danışmaq istəmədiyi məqamları dilə gətirməyə məcbur eləmək bizim səlahiyyətlərimizə aid deyil. Söhbətin əvvəlində Arzu Musayeva qeyd eləmişdi ki, qətlə yetirilən ərinə könüllü qoşulub qaçaraq ailə qurub. Məntiqlə götürsək, əgər o Seymuru istəyirdisə, elə ona qoşulub qaçmalı idi. Belə olsaydı, sonradan bu dəhşətli cinayət də baş verməzdi. Ad gündə süfrə başında oturanda pul istədi. Yoldaşı məndən istədi. Mən də əkini tələbə satmışdım. Dedim, verməyəcəm. Hər gün pul. Bundan da irəli pul var idi, panikdən pul almışdım. Getdim evimizə, aynı oyunu aldım. Yaşamalı pulu qalım, dedim, verməyəcəm. Dedi, verəsən, dedim, verməyəcəm. O da durub, Seymur da durub qıraqdan baxırdı. O söydü də bir-iki dəfə mənə qarşı, yoldaşım çox söydü. Dedi, bir belə qızı təhqir eləmə. Olmaz, işləyir, səni saxlayır, evlatlarını saxlayır, zülüm çəkir. Dedi, yox, verəcək. Günah məndə oldu ki, mən o pulu əgər ona versəydim, bu olmazdı. İçkiyi almaq üçün istədi ki, azdır, sürfədə, qoy birəcə də olsun. Bax, onun üstündə çiziləndən sonra evə saldı. Çox çizdirdi onu. Bir də mənə dedi ki, Arzu bıçaq hardadır? Dedim, kuxnada. Bir kəlmə sözümün üstünü da götürüb öldürüb. Bəli, otaqda, yatdığı yerdə. Çox incitdi məni. Hissimlə dedim ki, öldürüb canım qutarsın. Demişəm, bəli, o sözü mən işlətmişəm orada. Bir sözümü böhtanına düşmüşəm. Bilirdim ki, bunu öldürəcək bu gecə. 3 dənə bıçaq vurulmuşdu. Bir də ki, balta ilə boynuna vurmuşdu. Cinayətdən dərhal sonra onlar bir müddət özlərini itirsələr də, daha sonra cinayəti ört-basdır eləməyə çalışıblar. İzi azdırmaq üçün cəsədi elə həyətdə bastırmaq qərarına gəliblər. O öldürdü, səhəri günü apardıq, həyətin arxasında quyu vardı, qazdıq, bastırdıq. Yarı qazıb, yarı mən. Mən yalandan hamısının boynuna ata bilmərəm ki. İkinci gün idi, getdim qaynanama dedim ki, Sadiq evə gəlməyibdi, görməmişsən, sağ zəng eləməyib. Dedi, yox, sağ zəng eləyib, dedim, xeyr, mənə də zəng eləməyib. Bizi azdırmaq üçün 2 gün getdim, 3-cü səhərə papa zəng elədi ki, telefonuna zeyt də çatmış. Yəni, neyniyək buna, axtarışa verildi, biz də polisə gəlib səhv məlumat verdim, dedim, işə gedibdi. Hadisə baş verəndən bir neçə gün sonra cinayətin üstü açılır və iştirakçılar həbs olunur. Öldürülən axşamı getdi, o çıxdı, getdi. Yəni, meyitdən 4 uşağımla tək evdə qalmışam. Səhəri gəldi, tezdən gəldi, quyuya qazıldı, basdırıldı, çıxdı. Getdi bacısı gilə. Yenə evdə qaldım da uşaqlarımla, tək tənha. Yox, üşənirəm, qorxuram, dedim, gizlətməyin mənası yoxdur. Yaxşısı budur, bu açım deyim. Özüm öz şeyimlə gəldim, dedim ki, yəni bəli, axtarmaq mənası yoxdur. 2 gün gizlənib, bu 3-cü gündür. Yaydı, istidir, həyətdə gəzmək olmayacaq. Yerini göstərdim, dedim, bəli, qurtar. Gecə tez mən bilirdim ki, bu sizin üstü açılacaq, nə vaxtsa üzə çıxaracaq. Bir var cavan vaxtında tutulam, bir də var yaşlı vaxtında tutulam.
Hadisə baş verəndən sonra bu dəhşətli qətl kütləvi informasiya vasitələrinin əsas mövzusuna çevrilmişdi. Çünki bu cinayət yazılmış və yazılmamış qanunlara tam zidd idi. Birinci öldürəndə baltamına da elədi. Sonradan sonra nəsə fıs elədi yavaş. Elədi, qorxdum. Girdim yerimə. Sonra gördüm eyvanda daqqıl. Elə bilir atamın başına şeyimi vurdu, balta vurdu. Tap elədi nəsə. Sonra eyvanda nəsə sürməyə başladı. Dünənlər anası bizə məlumat verib ki, 3 gündür, 4 gündür yoxdur. Bu ayaqqabısı da həyətdədir. Bu əgər gedəsi olsa bir yerə ayaqlarını getməyəcək. Bu dəhşətli qətlin bütün təfərrüatları istintaq tərəfindən sübuta yetiriləndən sonra Arzu Musayeva 17 il, cinayətin digər iştirakçısı olan Seymur xan Məmmədov isə 18 il həbs cəzasına məhkum edilir. Birincisi 17 il yarım oxundu mənə. Sonradan ikinci məhkəmədə yarımı götürdülər. 18 il ona veriblər. 17 ildə mənə. Bunun iyunun 13-ü bir ilim tamam olacaq. Əvvəllər aralarında eşq macəraları olan Arzu və Seymur bir-birlərindən ötürü nəyə desən əl atmağa hazır idilər. Elə atdılar da. Amma hadisədən sonra istintaq vaxtı cinayəti bir-birinin üstünə də atmağa çalışdılar. İstintaq zamanı dedi ki, bəli istintaq zamanı gedən zamanı axı ikimiz də Göyçayda olmalıyıq da, istintaqımız orada gedir. O zamanı dedi ki, sən götür bu oyunu. Dedim, nə, əzəl axı bunu sən də tutulursan, mən də tutulmuşam. Nə sən çıxası deyirsən, nə mən çıxası deyiləm. Gəl indi düzgünlükdən eləyək də, yəni çöldə düzgünlük eləməmişik. Bu dar yerdə də bir-birimizi aldatmayaq. Yox, onun birinci tutanda deyiblər ki, hanı Sadiq deyib, ged Arzudan soruş, Arzu bilir. Hər şey onun əli ilə olubdur. Amma hamısı atdı da boynuma dedi ki, Arzu verib, məsələn, Arzu dedi, öldür, mən də getdim, öldürdüm. Hadisə son zəng günü baş verib. Ola bilsin, bu zəngin onlar üçün məcazi mənası da olsun. Xəyanət bu ailə üçün nə vaxtsa əcəl zəngini çaldırmalı idi. Günorta vaxtı son zəngini uşaqlar getdi məktəbə, üçü də. İkisi getdi, Ayşə ilə Ömər getdi. Həmən günü, bəli, Zarur nənəsi ilə göndərdim. Da yoldaşımın anası ilə. Körpə də yatmışdı evdə. Bəli, sadəcə mən həyətdə durmuşam, o aparıb bastır. Məhkum edilən insanlar özlərindən daha çox doğmalarına zərbə vurur. Bu dəhşətli cinayətdən sonra heç kim onun yanına gəlmir. Kimsə onunla əlaqə saxlamır. Dediyinə görə hamı ondan imtina eləyib. Arzu Musayeva rezonansın kamerasından valideynlərinə üz tutub bağışlanmasını istədi. Buradan onlara səslənirəm ki, bağışlayın məni. Üzr istəyirəm. Nə olursa olsun sizin evladınızam. Xahiş edirəm onlardan. Mən axtarmasınlar zərərli, amma evladlarım axtarsınlar. Mən yenə çəkəcəm, çıxaram, çıxmaramını deyə bilmərəm, Allahın işidir. Amma xahiş edirəm onlardan. Evladlarımı başsız buraxmasınlar, onlara mən vermədiyim sevgini anam atam versin. Burada yaxşıyam, çox yaxşı baxırlar. Hər şey qaydasındadır. Evimdə görmədiyim qayğını gəlib mən burada görmüşəm. Bu məhkum qadın bir neçə ildir zindan həyatının əzablı anlarını yaşayır. Cinayət
cəza və zindan həyatı. Görəsən məhkuma nə qədər vaxt lazımdır ki, elədiyi cinayətin məsuliyyətini başa düşsün, peşmançılıq hissi keçirsin. Bir ona bilirəm ki, günahkaram. Bir də ona bilirəm, günahkaram, günah işlətmişəm. Günah işlətmişəm ki, bir ananı bir evladından eləmişəm. Mən evladlarımı istədiyim kimi ana da indi evladı üçün yanır, evladı üçün alovlanır. Mən necə ki 4 uşağım üçün burada hər gün göz yaşı tökürəm. Mən bari bilirəm ki, sağdır mənim evladım. Amma o ana həmişə də o gedib soyuq daşı qucaqlayır. Bir də onu bilirəm. Həbsxana həyatı çox ağırdır. Qadın və həbsxana bir araya sığmayan anlayışlardır. Amma bu məhkum qadın istəsə də, istəməsə də bu həyatı 17 il yaşamağa məhkumdur. Görəsən burada onu ən çox nə narahat eləyir? Çox narahat olurum ki, evladlarımdan ayrılmışım. Ən çox narahatçılığım odur. Ən çox narahatçılığım odur ki, mamagil, çox narahatam mamagil. Bir dənə onu deyirəm ki, mama, telefonunuzu açıq qoyun, bir dəfə də olsa sizə zəh vurun. Nə də çalışın, siz bura zəh vurun. Bircə dəfə də olsa mən də sevinim ki, Arzun anası telefona çağırır, Arzun anası görüşünə gəlir. Çünki o üçüncüyə qızım gəldi ki, sarılı bağladı ki, ana hamının anası gəlir uşaq evinə, ana. Mən də səndən olmaq istəyirəm. Mən də sənin yanında olmaq istəyirəm. Ana, sağ ehtiyacım var deyəndə, dedim, Allahım, sən mənim canımı al. Amma almır. Ana dedi, heç nə istəmirəm, nə olar, bir dənə azadlığa çıx bizi götür. Sən istəyirik. Onların yanında olmaq istəyirdim. Allah mənim ömrümü kəssin, evladlarımla anama versin. Bir dənə onu deyirəm. Mən evladlarımı istədiyim kimi, anam da məni elə istəyir. Hər bir məhkumun ən çox həsrətlə baxdığı yer həbsxananın çıxış qapısıdır. Bu qapıya nigarançılıqla boylanan Arzu Musayeva 5-10 addımlıq bu yolu getmək üçün hələ 17 il gözləməli olacaq. Doğmaları tərəfindən atılan bu məhkum qadın onlara üz tutub bağışlanmasını istəyir. Amma görəsən o özü özünü bağışlayarmı? Ömrüm boyu, nə qədər canımda can var, özüm özümü bağışlamaram. Heç vaxt, ömrüm boyu. Allah verən canı mən aldım. İndi fikirləşirəm ki, eləməməliydim, olmamalıydım. Onun da 2 evladı var, anası var, bacısı, qardaşı var. Mənim də bacım, qardaşım var. Gələk, eləməməliydim, olmamalıydım. Qələt eləmişəm, peşmanam. Xahiş edirəm sizə, məni atsaz da nəvələrinizi axtarın. Düzdür, ölmüşəm də sizin üçün. Valideynləri tərəfindən atılan, övladlarından ayrı düşən bu məhkum qadın indi tənhadır. Uşaqları ilə arabir görüşür, telefonla da danışır. Amma onların bir yerdə olması üçün o 17 il cəza çəkməlidir. Ancaq söhbətimiz olur canım, sən gözləyəcəyin, nə olursa olsun arxandayıq. Çalış dedi, anan nə olar, biraz tez çıx. Deyirəm, bala, mən elə bir iş görmüşəm ki, mən düzgün iş görməmişəm. Mən cinayət eləmişəm, cəzamı da çəkməliyəm. Burada çəkirəm, o dünyada mən cəza haqqı verə bilməyəcəm. Deyil, ana, elə olmayaydı, eləməyəydi. Ya bizi götürəydin, harasa gedəydi, nə o qaçaydıq, nəsə bir səs-küy yaradaydıq, atan öldürməyəydi, sağ qalaydı. Amma yenə zülüm versəydi də biz arxandayıq. Yenə ana sən işləyirdin, babagil baxırdı. Yəni, mən çox əziyyətimi anamgil çəkib. Onun haqqını heç vaxt verə bilmərəm. Heç vaxt. Bir çox hallarda ən ağır cinayətlər bir anın içində baş verir. Belə cinayətləri törətmiş insanlar həmin bir anın cəzasını uzun illər, bəzən də ömürlük çəkməli olur.
Çox vaxt qətlə yetirilən adam cinayəti törədənin yuxusuna girib onu rahatsız eləyir. Sanki qara izləyir. Söhbətin sonunda bu məhkum qadına ürəyimdən keçən səmimi bir sual verdim. Bu hadisədən sonra onu ən çox nə yandırıb? Ərinin ölməsi, yoxsa qeyri-qanuni münasibətdə olduğu sevgilisinin tutulması? Yoldaşım. Peşmanam ki, gərək olmayaydı. Gərək yaralıydı, düzdür. Bilirdim ki, heyfimə çıxdım. Çox səhv eləmişəm. Demirəm, mən günahsızım. Günahım var, çoxdur, günahım çox böyükdür. Günah işlətmişəm, bir anan evladından ayırmışam, anasından, qardaşından ayırmışam, düzdür. Günahım çox böyükdür. Düz iş görməmişəm, səhv yolda olmuşam. Bunu bilirəm. Bu da məhkum Arzu Musayevanın həbsxana hekayəsi. O, sevgilisi ilə birgə öz ərini öldürməkdə ittiham olunub. Bu amansız qətlə görə onlar ağır cəzaya məhkum olunub. İndi o həm azadlığını, həm də doğmalarını itirib. İndi heç kim onun bağlı qapısını açmır. Valideynlər də ondan imtina eləyib. Elədiyi cinayətə görə Arzu adlı bu məhkum qadın düz 17 il azadlıq arzusu ilə yaşamağa məcbur olacaq. Rezonans göstərdi. Allah göstərməsin. Mübariz Əsgərovun telelayihəsi.